Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Biz Salihlərin Baxsası kitabında 11-ci bölüm El-Mücahidə bölümünü davam edirik. Bu bölümdə 8-ci hədis gəlir. An Əbi Abdillah Huzeyfə ibn Yəmən. Huzeyfə ibn Yəməndən radiyallahu anhumadan gələn hədisdə deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemlə bir gecə namaz qıldım. Bəqərə surəsindən başladı yəni. Və dedim ki, 100 ay oxuyar, rükû edər. Öz-özündə deyir. Sonra gördüm ki, davam edir. Dedim ki, yəqin Bəqərəni bir rükətdə qılar. Yenə davam elədi. Dedim, yəqin tam tamamlayandan sonra, yəni 100-ü də keçdi hamısını, yəni dedim, tam tamamlayandan sonra neyniyə rükû edər. Sonra Nisə surəsini oxudu. Yəni birinci rükətdədir. Sonra Nisə surəsini oxudu. Sonra Əl-İmran oxudu. Necə oxuyurdu deyir? Mutərassilən. Mutərassilən yəni aram-aramda, yavaş-yavaş oxuyurdu. Yəni, əgər orada Allah təsbih ayəsi keçərsə, Allah təsbih edərdi. Əgər sual keçərsə, nəsə istəmək, dayanardı, Allahdan istəyərdi. Əgər sığınmaq lazım idisə, nəsə deyir, cəhənnəm barəsində danışır, əzabdan danışır, Allah'a sığınardı. Yəni. Sonra rüküyə getdi. Və rükuda da Sübhanə Rabbiyəl Azim bu zikri, yəni rükuda deyil, yəni dedi, təxmini o nə qədəm ki oxuyubdu, Bəqərə, Nisə, Əl-İmran o uzunluğa yaxın. Uzatdı da, rükusunu uzatdı. Qiyamı kimi, yəni qiyaminə yaxın uzatdı. Sonra dedi ki, Səmiyallahu limən hamidə, Rabbənə ləkəl həmd. Sonra durdu, gene uzun oxudu. Sonra durdu. Thumma qama qiyamen tawilan qariban min raka. Yəni sonra durur və orada zikirlər var da, insan rükudan qalxarkən durub olan uzunluqlar onları elədi. Təxminən qiyamin uzunluğuna yaxın. Sonra səcdəyə getdi, dedi Sübhan Rabbiyəl A'lə. Səcdəsi də qiyamına uzunluğu yaxın oldu. Səcdədə də uzun olubdur. Hədisi Müslim rəvayət edibdir. İbn Useymin rəhməhullah deyir ki, müəllif rəhməhullah burada Huzeyfə ibn Yəməndən hədis nəql eləmişdir ki, Allah ona razı olsun, Peyğəmbər sallallahu aleyhi ve sellemlə bir gün namaz qılır, yəni gecələrin birində namaz qılır və Peyğəmbər sallallahu aleyhi ve sellem arada bəzi sahabələri onunla namaz qılıblar, yəni gecə namazını. Yəni bir dəfə onu Huzeyfə qılıbdı, bir dəfə İbn Məsud qılıbdı, bir dəfə İbn Abbas qılıbdı və Peyğəmbər sallallahu aleyhi ve sellem gecə tək qılır. Yəni gecə namazı həmişə tək qılar. Çünki gecə namazı cəmaatla qılınması yalnız Ramazanda icazə verilir. Yəni ittifaq edib yığılmaq, vaxtı təyin etmək məsələsində bu yalnız cəmaatla icazə verilir nə vaxt Ramazanda. Amma adi vaxtlarda isə icazə verilmir, yəni ki, yalnız tək qılmasın. Lakin insan özü bəzi hallarda beləmsi baş verməsi, yəni gəlib kimsə sən namaz qılırsan, sənlə qoşulub namaz qılırsa da, necə ki hədisdə, bu hədisdə də varid olmuşdur, bu halda heç bir problem yoxdur. Deyir ki, Hüzeyfə radiyallahu anh deyir ki, birinci Bəqərə ilə başladı və dedim ki, yəqin 100 ay oxuyar, rükû edər və suranı kamil olaraq oxudu. Və elə zənn edir ki, Hüzeyfə suranı tam oxuduqdan sonra nə edəcək? Yenə rükû edəcəkdi. Rükû edəcəkdi. Bəqərə surəsini tamamladıqdan sonra. Lakin keçdi Nisə surəsinə. Nisə surəsində kamil oxudu. Hüzeyfə deyir ki, fikirləşdim ki, yenə rükû edər. Lakin yenə keçdi, Əl-İmrana keçdi. Əl-İmran surəsinə. Onu da tam oxuduqdan sonra bir rükətdə 3 böyük surəni oxuyur. Özdə necə oxuyardı? Tələsmədən, mütərəssilən, yəni biz aram-aramda, yəni dayanıb Allahdan istəyərək, nəsə istəmək lazımdırsa, Allah təsbih eləmək lazım, təsbih edərdi, sığınmaq lazımdırsa, sığınardı.
Peyğəmbər sallallahu əleyhi və səlləm burada öz namazında qiraətlə, zikri, duanı, ayəni fikirləşməyi hamısını cəm eləmişdi. Subhanallah, əslində belə olmalıdır da. Çünki sual ayəsi gəldikdə istəyək, nəsə istəməlisən də, məsəl üçün Allahdan istəyərdi. Əgər Allaha sığınmaq, cəhənnəm də gəldikdə Allaha sığınırsan da belə şeylərdən. Sığınmaq gəldikdə Allaha sığınardı. Təsbih gəldikdə Allah təsbih edərdi. Şək yoxdur ki, qiraətini Peyğəmbər sallallahu əleyhi və səlləm fikirləşərək oxuyardı. Yəni oxuduğun nə dediyini bilərdi. Yəni onu fikirləşərdi onu. Bu deyir, fəyəkunu hədəl qiyamu ravdatun min riyadil zikr. Yəni zikir bağçalarından bir bağça idi deyir. Oxumaq, təsbih, dua, fikirləşmək, subhanallah. Əslində belə olmalıdır da, yəni insan belə eləməlidir. Tez qılım qaçım yox bizim kimi. Allah hidayət versin hamımıza. Peyğəmbər aleyhissalatu vesselam yəni bu üç suranı oxuyur. Hələm belə deyək də ruku eləməyib. Yəni bunu oxuyub hələm ruku eləməyibdir. Bu üç surə Bəqərədir, Nisədir, Əl-İmrandır. Yəni bu 500-dən çox edir. Bu üçü bir yerdə 500-dən çoxdur. İnsan onu tədəbbür eləməsi, yəni onu oxuduqda, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm fikirləşərdi. Sonra oxuyardı onu yavaş-yavaş. Cəhənnəm, əzab, belə şeylər gəldikdə Allaha sığınardı. Rəhmət ayələri gəldikdə Allahdan istəyərdi. Təsbih ayəsi gəldikdə Allah təsbih edərdi. Müddət nə qədər var? Hesabla girək. Yəni 500, sən onu yavaş-yavaş oxuyası olsan, aram-aram oxuyası olsan, 1-6-7 saat səndən özümüzə vaxt aparacaq. 6-7 saat nə edəcəkdir? Səndən vaxt aparacaqdır. Yəni, şək yoxdur ki, bu uzundur. Hələ o da qalsın ortada istəmən, sığınman Allaha, təsbih eləmən. Subhanallah. Bunun üçün də Peyğəmbər sallallahu əleyhi və səlləmin ayaqları şişərdi. Yəni gecə namazına duranda ayaqları şişərdi. Hətta İbn Məsud cavan idi. O vaxt ki, bir gecələrin birində Peyğəmbər sallallahu əleyhi və səlləm namaz qılır. Deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm qiyamı uzatdı. Mən də deyir, pis istək keçdi içimdən deyir. Burada pis iş istəyi keçməsi deyirlər ki, nə oldu da, nə idi o istədiyin, nə idi o pis dediyin? Deyir, oturmaq istədim ya da ki, namazı tərk eləmək istədim. Yəni pis şeysindən fikir keçməsi budur. Yəni aciz olur, səbr eləyə bilmir. Qiyamın uzunluğuna səbr eləyə bilmir. Sonra həqiqətən Peyğəmbər aleyhissalatu vesselam yəni bu üç surəni tamamladıktan sonra ruku edir. Və deyir ki, Sübhane Rabbiyel Azim rukusunu qiyamına yaxın olaraq uzadır. Sonra rukudan qalxır, düz durarkən də nə edərdi? Səcdəyə getməmişdən öncə ruku ilə səcdə arasında yuxarıda düz durarkən i'tidal vaxtı deyilir ona. Və deyir, qalxanda da Səmiyallahu limen hamidə Rabbənə və ləkəl həmd deyərdi. Bu da təxminən oxunuşuna yaxın o qədər durardı. Sonra səcdə edərdi, Sübhane Rabbiyel Alə deyərdi. Səcdəsini də qiyamına yaxın neyərdi? Olduğu müddətə uzadardı. Necə ki, qiyamda durmuşdu. Və həqiqətən kən aleyhissalatu vesselam yusalliba Peyğəmbər sallallahu belə namaz qılardı. Fəyəcəlu salata mutanasibə. Namazların hamısını bir-birinə münasib, yəni ki, bütün hərəkətləri bir-birinə münasib olaraq edərdi. Uzun oxuyardısa, rukunu da uzun edərdi, səcdəni də uzun edərdi, rukudan qalxırkən də onu uzun edərdi. Buna münasib vaxt bir-birinə yaxın gətirərdi. Sallallahu aleyhi və səlləm. Yəni, hətta iki səcdə arasında belə. Əgər qiraətini yüngül edərdisə də, bu halda rukusunu da, sücudunu da, qiyamını da neyərdi? Namaza uyğun olaraq, oxunuşa uyğun olaraq münasib edərdi. Bu, salavatullahi və salamuhu aleyhi fərzdə idi və nafilədə idi. Namazını neyərdi? Bütün hərəkətlər bir-birinə yaxın edərdi. Bu hədisdən olan faydalar vardı ki, bir neçə fayda vardı ki, birinci fayda odur ki, müəllif rəhməhullah bu hədisi bu bölümdə niyə gətiribdi? Yəni, mücahidə, cihad etmə bölümdə niyə gətiribdi? Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm əməllə, yəni bu əməli ilə
öz nəfsinlə itaət üzərində cihad edirdi. Yəni insanın nəfsi pis şeylər istəyir, pis şeylər insanı yönəldir, itaəti xoşlamır, amma o cihad edir. Yəni bu əməl Allahın üzünü istəmək, onun razılığını istəmək olan bir əməldir, amma çətin bir əməldir. Yəni sən onunla Allahın üzünü istəyirsən və onun razılığını istəyirsən. Tərahum rukkan succadan yebtəğun fadlan minallahi və ridvana. Yəni Allah Subhanahu taala sahabelər barəsində danışanda deyir, onları ruku edən, səcdə edən görərsən, onlar Allahdan fəzilət və ondan razılıq istəyirlər. Yəni bu əməllərindən. El-Fəth surəsi 29-cu ayə. Və həmçinin bu ayədən olan faydalardan oldu ki, gecə namazını cəmaatla qılmağın caizliyi, lakin daimi eləmək olmaz. Yəni belə deyək ki, ittifaq eləmədən alındı, qıldınız. Amma daimi eləmək olmaz. Yəni bu Ramazandan başqa bəzi hallarda eləmək olar bunu. Amma Ramazanda isə bu sünnədir ki, insanlarla bir yerdə cəmaat şəklində neyəsən, gecə namazını qılasan, təravih deyirik də biz ona. Və həmçinin bu hədisdən olan faydalardan odur ki, insana lazımdır ki, gecə namazı qıldıqda, əgər ona rəhmət ayəsi keçdikdə dayansın, Allahdan rəhmət istəsin, cənnəti zikr olunduqda cənnəti istəsin, Allah təala məni və sizləri cənnət əhlindən eləsin. Yəni istəsin ki, Allah məni cənnət əhlindən elə yenə. Cənnətin əhlindən belə istəsin. Allah təaladan sən də cənnət istəyirəm, mən də cənnət istəyirəm. Yəni hamı onu istəməlidir. Əzab ayəsi gəldikdə dayanmalıdır. Əzab ayəsini Allaha sığınmalıdır. Əuzu billahi min zəlik, yəni min bu əzabdan Allaha sığınmalıdır. Təsbih ayəsi gəldikdə Allahı Subhanahu va Taala'nı təzim eləməlidir, onu təsbih eləməlidir. Yəni, bu gecə namazında belə olmaq lazımdır. Amma fərd namazında isə Ləbəsə ən yefələ həzə və ləkinəhu leysə bis-sünnə. Yəni fərz namazında eləməsi belə insanın problem deyil, amma bu sünnə deyil. Yəni fərz namazında bu formada eləmək sünnə deyil. Əgər bir insan bunu eləyəsə olsa, qadağa olunmur, demisən ki, eləmək ilə. Tərk eləsə, tərk elədiyinə görə əmr də olunmur ki, bunu eləsin. Həmçində belə də olunmur. Amma gecə namazından fərqli olaraq. Gecə namazında ən əfsəl odur ki, bu şeylər olunsun, əzab ayəsi gəldikdə Allaha sığınılsın əzabdan, rəhmət ayəsi gəldikdə Allahdan rəhmət istənilsin, təsbih gəldikdə təsbih ayəsi Allaha təsbih eləsin. Həmçinin bu hədisdən olan faydalardan odur ki, bəzi surələri, bəzisindən, yəni sırasından çıxadıb qabağa salmaq olar. Məsələn, Bəqərəni oxudu, Bəqərədən sonra gələn Əl-İmrandır. Amma Əl-İmranı oxumadı, Nisanı oxudu. Nisa 4-cü sıradan gedəndə. Sonra təzədən qayıtdı 3-cü sırada olan Əl-İmranı oxudu. Bəzi hallarda beləncə etmək olar. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm Nisa surəsini Əl-İmran surəsindən qabaq gətirmişdi. Baxmayaraq ki, Əl-İmran Nisadan qabaqdadır tərtibdə. Lakin bu yenə düzünü Allah bilir. Yəni axırıncı ildən öncə idi. Çünki axırıncı ildə Peyğəmbər sallallahu əleyhi və səlləm tərtib elədi. Əl-İmran surəsi Nisa surəsindən qabaq oxumuşdu və onun sahabələr də eləncə tərtib eləmişdilər. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm çox vaxtı Bəqərə surəsindən Əl-İmranı yanaşı gətirərdi. Hətta hədislərin birində deyir ki, 2 Zəhraveyn olanı oxuyun. 2 Zəhraveyn yəni 2 nur verən, nur saçan, yəni çünki şey var, nə deyirlər ona? Planet verir Zəhra planeti, Zəhra deyirlər, bilməm. Həmin məsəl üçün onun adından da o işıq satır, insan izindən məsəl üçün yolu tapır, şey eləyir. Onun adından da deyirlər. Deyirlər ki, Bəqərə surəsində Əl-İmranı Peyğəmbər sallallahu əleyhi və səlləm Zəhraveyn adlandırmışdı. Onlar qiyamət günü gələcəklər, kölgə kimi gələcəklər, toplum şəkildə göydə uçan quşlar kimi gələcəklər ki, öz sahibinə qiyamət günü nə edəcəklər? Hüccət olacaqlar. Həqiqətən insan Əl-İmran surəsi, Bəqərə surəsi Əl-İmranı davam etdi oxuyanda, əzbərləyəndə Allahın izni ilə, yəni
O insana sehir varsa batil olur. Kim də sehirləmək istəsə toxunmur. Allahın izni ilə. Mühüm olan odur ki, bu axırıncı tərtib idi ki, Əl-İmran Nisa surəsindən qabağa düşmüşdür. Yəni axırıncı tərtib budur. Bu hədisdən olan həmçinin faydalardan odur ki, Allahın Resulü sallallahu aleyhi ve sellem təsbih edərdi və bu təsbihi təkrarlayardı. Çünki Hüzeyfə deyir ki, Sübhan Rabbiyəl Azim bunu deyir uzadardı. Sübhan Rabbiyəl Alə zikr edir ki, onu uzadardı. Başqa işə deməyibdi. Yəni Hüzeyfə bu sözü deyir. Yəni bunu demək uzatmaq olar. Tək uzadsın. Bu deməkdir ki, sən nə qədər təsbihi rukuda, səcdədə təkrarlasan, bu sünnədir. Yəni uzatsan, bu sünnədir. Lakin buna baxmayaraq, Peyğəmbər aleyhissalatü vesselam rukusunda, səcdəsində bu sözü çox deyərdi. Subhanəkə Allahumma və bihamdik Allahumma xfirli. Bu duanı edərdi. Derdi, ey Allah'ım sen paksan, nöksanlardan uzaksan ve sana hamd olsun. Allah'ım beni bağışla yine. Derdi, Subbuhun kuddusun Rabbul meleketi ve ruh. Bu sözde diyerdi rukuda. Neler ki varid olubdur Peyğəmbər sallallahu aleyhi ve sellem'den olan zikirlər, dualar. Bu insana sünnədir namazda bu şeyləri deməsi. Allah-Teala'dan istəyirəm ki, bizlərə və sizlərə Peyğəmbər sallallahu aleyhi ve sellemin yoluna tabi olmağı, zahirdə də, batıda da bizi bu ruzu ilə ruzulandırsın və bizim və sizlərin dünyada və axirətdə olan işlərinizi yoluna qoysun. O cavaddır, kərimdir. Gələn səfər 9-cu bölümdə götürərik.